ders okuyabilmek için bilmeli olduğun 4 şey var. Bölüm 2. Bu arada yeni saçlarım necə olub? Rəylərdə yazmağı unutmayın. Neynəməli olduğunu bilməlisən. Yəni ki, bir plan proqramın olmalıdır. Kör-körənə dərs oxumalıyam. Dərs oxumaq üçün yetərli bir şey deyil. Məsələn, mən bilirəm ki, bugün IELTS üçün nəsə eləməliyəm. Amma neynədiyimi spesifik olaraq bilməsəm, onda başlaya bilməyəcəm. Ona görə neynəməlisən, addım-addım neynəyəcəyimi planlamalısan. Vaxt bölgüsü eləmək 3-cü bölümdə izah edəcəm, ona görə indi takib eləməyi unutma. Planlı olaraq bugün nə dərslər oxumalısan? Məsələn, bugün Vocabulary'dən Lesson 2-ni işləməliyəm. Barts'ın kitabından Unit 4-ü işləməliyəm. Belə. Hamısını bir-bir sıraladıq. Ondan sonra bunların edilmə dərəcəsinə görə biz bunları sıralamalıyıq. Necə yəni? Hansı daha çox vaxt alır, hansı daha az vaxt alır və bunları özümüzün sevmə dərəcəmizə görə kateqorizə edirik. Mən çoxunluqla nə edirəm uşaqlar? Bir sevdiyim, bir sevmədiyim. Bir sevdiyim, bir sevmədiyim. Məsələn, vocabulary oxumağı sevirəm, çünki arxadan mahnı açıram, mən mahnı ilə dərs oxuya bilirəm. Siz də dərs oxumağı özünüz üçün belə əyləncəli hala gətirə bilərsiniz. İstəsəniz özümün taktiklərimi sizinlə bölüşərəm, rəylərdə yazmağı unutmayın. Mən vocabulary öyrənməyi sevirəm dediyim kimi. Açıram mahnını arxadan, açıram bir Şəbnəm Fərah, başlayıram vocabulary'lar öyrənməyə. Amma reading eləməyi o qədər sevmirəm. Vocabdan sonra keçirəm readingə. Amma listening eləməyi çox sevirəm. Readingdən sonra keçirəm listeningə. Beləliklə arada o sevmədiyimi də sevdiklərimin arasına paket eləyib tapşırıqlarımı bitirmiş oluram. Ümid edirəm dediklərim işinə yarayar. Əgər sənin də mənimlə bölüşmək istədiyin taktiklərin varsa, rəylərdə yazmağı unutma. Qoy hamımız bilək. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.